Gürcüstanın Kaxeti bölgesinin Tel-Aviv rayonunun Tsnandeli kəndində Azərbaycan, Gürcüstan, Türkiyə biznes forumu keçirilib. Sadəcə 7-ci dəfə təşkil olunan forumda 3 ölkənin iqtisadiyyat və ticarət nazirləri, yüzlərlə şirkət nümayəndəsi iştirak edib. Tədbirdə enerji, nəqliyyat, logistika, investisiya sahələrində yeni əməkdaşlıq imkanları müzakirə olunub. Sadəcə 7-ci dəfə təşkil olunan forumda 3 ölkədən 400-ə yaxın nümayəndə, o cümlədən 300-ə yaxın iri şirkətin təmsilçisi iştirak edirdi. İqtisadiyyat naziri Mikhail Cabbarov 2025-ci ildə Azərbaycanın Gürcüstanla ticarət dövriyyəsinin təxminən 900 milyon dollar təşkil etdiyini vurğuladı. Nazir bu ticarət dövriyyəsinin 2027-ci ilə 1 milyard dollara çatdırılacağına əminliyini ifadə etdi. Nazir qeyd etdi ki, Azərbaycanla Türkiyə arasında imzalanan preferensial ticarət sazişinin əhatə dairəsinin genişləndirilməsi barədə razılığa gəlinib. Bundan başqa Azərbaycanın Türkiyə iqtisadiyyatına yatırdığı investisiyaların həcminin 21 milyard dollara yaxınlaşdığı açıqlandı. Azərbaycanın həm qardaş Türkiyə ilə, həm Gürcüstanla çox müsbət mənada zəngin iqtisadi, ticarət, qarşılıqlı sərmayə sahəsində əlaqələri var və bizim iş adamlarımızın görüşü bu əlaqələrin genişləndirilməsi üçün gözəl fürsət yaradır. Əldə etdiyimiz enerji, nəqliyyat dəhlizləri, qarşılıqlı sərmayə, turizm və bir sıra digər sahələrdə əldə edilmiş uğurlar növbəti mərhələ üçün yeni sahələrin əlavə edilməsi üçün çox gözəl imkan və fürsət yaradır. Türk podratçı şirkətlərinin Gürcüstanda ümumi dəyəri 3,5 milyard dollar olan 305 layihə həyata keçirdiyi vurğulandı. Azərbaycanda isə bu göstərici 500-dən çox layihə və ümumilikdə 18 milyard dollarlıq tikinti portfelidir. Simvaldə keçirilən bu üç tərəfli ticarət forumu Gürcüstan, Türkiyə və Azərbaycan arasında Xəzər və Qafqaz regionunun Davos forumu kimi qiymətləndirilə bilər. Üç dost və qonşu ölkə, Gürcüstan, Azərbaycan və Türkiyədən olan biznes nümayəndələrinin geniş iştirakı məni çox sevindirir. Türkiyə, Gürcüstan və Azərbaycan beynəlxalq ticarət, beynəlxalq nəqliyyat və enerji sahələrində Qafqaz regionunun əsas oyunçularıdır. Azərbaycanlı və Türkiyəli həmkarlarımız, onların nümayəndə heyətləri ilə iki tərəfli görüşlər keçirmək imkanımız oldu. Görüşlər zamanı mövcud əməkdaşlıq və yeni iqtisadi imkanlar müzakirə edildi. Əminik ki, bugün keçirilən forum ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək. Forumda diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın iqtisadi dayanıqlığı və post-münaqişə dövründə həyata keçirilən bərpa layihələri oldu. Qarabağın və azad edilmiş ərazilərin yenidən qurulmasına böyük dövlət investisiyaları yönəldilir. Məqsəd yalnız infrastrukturun bərpası deyil, həm də məcburi köçkünlərin doğma torpaqlara təhlükəsiz və dayanıqlı qayıdışını təmin etməkdir. Sahibkarlar hesab edirlər ki, bu cür platformalar birbaşa biznes əlaqələrinin qurulması və yeni layihələrin reallaşdırılması baxımından mühüm rol oynayır. Ruslan Həsənov, Ruslan Əhmədov, Azərbaycan televiziyasının Gürcüstan bürosu, Kaxeti, Tel-Aviv.